Ya Allah, artıq birinci əmuddayıq. Yəni birinci dirəkdəyik. Bu dirəkdən 1450 dənədir. 1450 dənə. Dirəklər arasındakı məsafə isə 50 metrdir. Bir 80-85 kilometr, ümumilikdə hesabladıqda isə 110 kilometrə yaxın ayaqla bu eşq səfəri başlayır. İnşallah ki, mən də qısa videoların arasında çəkəcəm, sizlər üçün paylaşacağım. Amma çalışacağım ki, sizi yormayım. Bu videomuzun ikinci hissəsinin başlanğıcıdır. Ya Allah, bismillah deyib çıxırıq yola. İnşallah ki, bu videoya baxan şəxsən bu videoda gördüyün bir neçə addım şəxsən sənin özünə aiddir. Şəxsən sənə, mən qardaşın olaraq, mən sənin dostun olaraq, azad olaraq mən sənə hədiyyə edirəm. Ya Allah, bismillah. Ağa canım sənə fəda. Xəstəyəm dərdimə dəva. Sənə bu ərbəyin gələm, çarədir payı piyada. Eşq min təsviri dəli, tək odur qəlbimə bəli. Ağa canım sənə fəda, xəstəyəm dərdimə dəva. Sənə bu ərbəyin gələm, çarədir payı piyada. Eşq min təsviri dəli, tək odur qəlbimə vəli. Günəşim ayla üz-üzə, tək odur əşqin nəzəli. Ey Hüseyin Kərbəla, səsimə səs ver neynəma. Ey Hüseyin Kərbəla, səsimə səs ver neynəma. Ya Hüseyin, ya Hüseyin, eşqi Əliyul Zəhra Hüseyin. Ya Hüseyin, ya Hüseyin, eşqi Əliyul Zəhra Hüseyin. Canım sənə fəda, xəstəyəm dərdimə dəva. Sənə bu ərbəyin gələm, çarədir payı piyada. Eşq min təsviri dəli. Ya Allah, bismillah. Artıq başladıq yürüşə. Bir neçə gündür xidmət edirdik 376-cı əmudda. Bu bizim dəyərli qardaşımızdır, Fəriddir. Xırdalanda yaşayır, Cəllabaddandır. Dəyərli qardaşdır, İmam Hüseynin nökərlərindəndir. Biz də gücümüz çatdıqca 5 gün, 6 gün xidmətdə olduq. Bundan qabaqki videolarda görürdünüz. Yəni, həqiqətən də bu yolda gəliş çox gözəldir. Sevincisi ilə gəlirsən. Amma o ki, insanlara xidməti bitirirsən ha. Bitirəndə o ayrılıq mövzusu, o ki, qabları, stolları yığırsan, sən bir də xidmət eləməyəcəksən. O insana çox ağır gəlir. İnşallah Allah qismət eləsin. 1450 dənə əmud gedəcək. Əmud da ki, yəni stolbalardır, yəni dirəklər. O dirək deyində hal-hazırda 393'də. Gəl şab abi dənə. Hazır deyilsən. Var hazır. Tabat kabağı yedim. Şöyle ne olur da. Bismillah və billah. Əziz bizi izləyən izləyicilərimiz, dəyərli izləyicilərimiz. Mən Rakib, Azadın dostu, qardaşı, tanıyan tanıyır.
bilməyənlər də özümü tanıtıram. Yəni ki, bundan sonra vloglara mən davam edəcəm. Səbəb də niyə? Azad qardaşımız üzəyə keçib. Kərbəladadır, hərəmdədir. Telefonda biraz problem çıxıb deyə. Mənə deyir ki, qardaşım, sən özün davam elə. Əslində biz də Mininci Əmuddaydıq. Sadəcə belə deyək də, qabağda yer olmadı deyə məcbur arxaya qaydası olduq. Bura 515-ci dirəkdir. Bura haqqında məlumat vermək istəyirəm. Belə deyək də 3 mərtəbəlidir. Adam danışanda biraz boğulur. Niyə? Hansı ki burada cəmaət çay sundururdu və Azərbaycanlıların xeyməsi idi. Çay verirlər, yemək verirlər. Allah onlardan razı olsun, insanlarını qəbul etsin. Ümumiyyətlə gəlməyimiz olsa 515-ci Əmuddakı bu xeymə çox gözəldir. Hamamı hamam, təharəti təharət, hər şey qaydasında. Gedirik, bazardığım qədər sizin qulluğunuzda. Allah əmanət. Tək odur qəlbimə vəli. Deməli, əziz izləyicilər, taksini saxlatdırdıq. Taksi bizə 25 kilometre hardasa 25 min dinar dedi. Bu hardasa bizim pullar Azərbaycan pulunda eləyir 30 manat. O şimdi getmədik. Elə Çəkən Səməd qardaşımızdır. Elə onun dedi ki, əl elə bir qardaş saxladı. Daha bilmirəm Səməd nə doy edib, nə doy eləməyib. Dedi, eləmişəm. Qardaş gəlib saxladı, dedi, mən sizi İmam Hüseynə xatir pulsuz aparıram. Biz də gedirik, qapının arkasıdır. Yəni bu yolun ümumiyyətlə özəllikləri və gözəllikləri çoxdur. Allah şahiddir. Möcüzənin dalıydı. Ekranda gördüyünüz hacalardır. Ya bizim böyük qardaşımız, Allah ondan razı olsun. Bu günləri xidmət elədi ya, o hansı ki görəcəksiniz xeymədə. Məsələ bu kişidir. Bu kişiyə biz belə deyək, borcluyuz. Allah ondan razı olsun. Gedirik daha ki inşallah nə olsa təqdim edəcəm. Allah'a emanet. Deməli əzizlər, gəl Səməd. Gəldik, düşdük Mininci Əmudda. Buradan o tərəfədə 450 əmud qalıb. Hardasa hər əmudun da arası 50 metrdir. İnşallah ki, yavaş-yavaş, asla gedəcək. Bunu nəzərinizə çatdırım ki, ümumiyyətlə bir dənə belə bir məsələ var. Bu yolu tez-tez getməyə mən, məsələn üçün birinci əmuddan başladım. Bir dəfəyə 750 əmud gedim. Ona ehtiyac yoxdur. 40 əmud, 50 əmud, nə bilim, belə deyim də 100 əmud baxır da hala. Ümumiyyətlə başlayanda çox getməyə ehtiyac yoxdur. Bədən qızışır, yavaş-yavaş ayaqlar iyi, Allah kərimdir. O formada gedəndə daha yaxşı olur, yorulmursan, xəsarət almırsan, ayaqların, belə deyim də, dostlarımız ki var ki, bizə qulaq asmadan başladılar tez-tez verməyə, ayaqları sıradan çıxdı. Onun üçün də əsas-da 50 əmud gedirsən, oturursan bir 10 dəqiqə, 5 dəqiqə, ya Allah. Əzizlər, görürsünüz buna. Burada da Türk qardaşlarım, Hacı, ay Hacı, Türkçülər dedim burada. Türkçülər, Şiyələr. Burada da Türk qardaşlarımız ehsan verirlər. Ən böyük önərlər burada olur. Göstərdim ki, nəzərinizdə olsun. Ya Hüseyin, ya Hüseyin, eşki Ali Zəhra Hüseyin. Demək olar ki, artıq Kərbəla şəhərinin daxilindəyik. Hərəmlə görüşməyə bir neçə dəqiqələrimiz qalır. Yəni şəhərin sıxlığından da görüşərik. Ümumən götürür. Bura ümumən şəhərin girəcək hissəsidir. Yəni ətrafı görün ki, ən azından qadımızda qalsın. Bismillah, görüşərik inşallah orada. Tək odur qəlbimə vəli, günəşim aylar üz-üzə. Tək odur əşqinlə
nezeli. Ey Hüseyin Kerbela. Artıq gəlib çatdıq Kərbalaya. Bugün 40-cı gündür. Arxamda gördüyünüz zireh isə Həzrəti Abbas ağanın zirehidir. Yəni belə bir şey var ki, bizdə gəlib ora salam verməlisən, ondan sonra keçib Həzrət Hüseyni ziyarət edəməlisən. Əzizlərim, oranı gedib ziyarət eləməməyimizin birbaşa səbəbi nədir? Dostlarımız, qardaşlarımız ağır olan var, yeriyə bilməyən var. O səbəbdən gedib ziyarət edə bilmirik. Amma inşallah ətraflı hərəmlərini çəkib sizə təqdim edəcək. Allah'a əmanət. Bunu da nəzərdə çatdırın. Mən öz adıma deyirəm, raşid olaraq. Bu günə kimi bu ziyarətdə nə savabım varsa, yarısını sizə həvalə edirəm. Yəni ki, mənə bu ziyarətdə şəriksiz. Allah'a əmanət. Canım sənə fəda, xəstəyəm dərdimə dəva. Sənə bu ərbəyin gələm, çarədir payı piyada. Eşq min təsviri dəli, tək odur qəlbimə vəli. Güneşim ayla üz-üzə, tək odur əşqin nəzəli. Ey Hüseyin Kərbəla, səsimə səs ver neynəva. Ey Hüseyin Kərbəla, səsimə səs ver neynəva. Ya Hüseyin, ya Hüseyin, eşki Əli-ü Zəhra Hüseyin. Ya Hüseyin, ya Hüseyin, eşki Əli-ü Zəhra Hüseyin. Ya Allah, bismillah. Artıq İmam Hüseyin əleyhissalamın hərəminə də daxil oldu. Ziyarətləri də elədi. Qardaşlarımız hal-hazırda Kərbəlada sonuncu gündür. Burada mikrofondan istifadə eləyə bilmirəm. Artıq şam namazının vaxtıdır. Şam namazının vaxtıdır. Hər şey şam namazı düzülüb bizə yer olmadığı üçün, yəni kimisə də incitməmək üçün bazarlıq çölə çıxaq. Bu videonu buracan baxdınızsa, Allah hər birinizdən razı olsun. Təşəkkür edirəm hər birinizə, minnətdaram. Allah sizlərə qismət eləsin, Allah'ın izni ilə. İmam Hüseyin əleyhissalamın, Əbəkəzəmanın, İmam Əli əleyhissalamın, İmam Kazım əleyhissalamın, İmam Təqi, İmam Nəqi əleyhissalamın ziyarətlərinin hər birini İnşallah ki, tez bir zamanda ziyarət eləyəsiniz. Videonu buracan baxdınızsa, sizdən bir də istəyim olacaq ki, inşallah videonu bəyənib, fikirlərinizi yazın və videonu paylaşarsınız dostlarınızla. Allah hər birinizdən razı olsun, təşəkkür edirəm, minnətdarım. Çox sağ olun, Allah hər birinizdən razı olsun. Diqqətiniz üçün təşəkkürlər. Ey Hüseyin Kerbela, səsimə səs ver neynəva. Ya Hüseyin, ya Hüseyin, eşki Əli-ü Zəhra Hüseyin. Ya Hüseyin, ya Hüseyin, eşki Əli-ü Zəhra Hüseyin. Kerbela, səsimə səs ver neynəva. Ey Hüseyin Kerbela.